Hamıya salam dostlar. Bugün biz iqtisadi cəhətdən aktiv və passivin nə olduğunu izahını verəcəyik. Videomuz sadə insanlar üçün nəzərdə tutulduğundan çalışacağıq ki, hər şeyə sadə dildə izah edək. Getdik. İlk öncə aktiv və passiv nədir? Aktiv bizdə olandır. Yəni biz onunla istədiyimiz kimi rəftar edə bilərik və ondan xeyir götürə bilərik. Passiv isə iki cür olur. Birincisi bu üzərimizə düşən öhdəliklərdir, hansını ki etməyə məcburuq. İkincisi isə harasa edilən yatırımdır. Belə təsəvvür edək. Bizim anbarımıza satış üçün almalar gəlib. Bu almaların ödənişini biz gəlişindən 30 gün sonra ödəyirik. Bu halda almalar bizim aktivimizdir. Almanın gəldiyi yer isə passivdir. Biz bir müddət sonra onun ödənişini etməyə məcburuq. Bu bizim borcumuzdur. İkinci nümunə. Belə düşünək ki, sizin şirkətə mebel və pullar gəlib. Bu halda mebel və pullar bizim aktivimizdir. Onların gəldiyi yer isə bizim yatırımımızdır, yəni passiv. Hər şeyin daha aydın olması üçün aktivlərin nümunələrinə baxaq. İş masası, kompüter, kassada olan pul, ambarda olan mallar, bunlar hamısı aktivdir. Aktivlər bu kriteriyalara cavab verməlidir. Birincisi, vaciblik. Əlimizdə olan malın satışı, barteri, yaxud istifadəsi bizə iqtisadi cəhətdən xeyirlidir və biz onu idarə edirik. O bizimdir. İstənilən vaxt onu sata, dəyişə və yaxud da ondan istifadə edə bilərik. Bundan əlavə, aktiv yalnız fiziki olaraq var olan şeylər deyil. Bu həmçinin müəllif hüquqları, royalty və s. ola bilər. Gəlin indi passivin nə olduğuna daha ətraflı nəzər yetirək. Passiv aktivin yarandığı yerdir. Passivin iki cür növü var. Birinci növ, sizin ilkin qoyduğunuz pul, gələcəkdə isə ondan əldə etdiyiniz gəlir. O birisi növ isə borclar və ümumən sizdən gedən pullardır. Məsələn, banka kredit, işçilərə verdiyiniz maaş, vergi və s. Biliklərimizi möhkəmləndirmək üçün gəlin kiçik bir test edək. Sizə hal-hazırda ekranda göstərilənlərdən hansının aktivə, hansının passivə aid olmasını tapmaq lazım olacaq. Əgər hazırsınızsa, getdik. Ambarda olan mallarımız aktivdir. Çünki bu bizimdir və biz onu idarə edirik. Verdiyiniz maaş sizin öhdəliyinizdir. Bu isə passiv sayılır. Kassada olan pul aktivdir. Banka olan kreditiniz öhdəlik sayılır. Onun üçün də bu passivdir. Alıcıdan aldığınız ilkin ödəniş. Əgər alıcı məhsul üçün ilkin ödəniş edibsə, biz ona məhsulu göndərməliyik. Bu isə öhdəlikdir. Onun üçün də bu passiv sayılır. Microsoftun səhmlərini almağınız sözsüz ki yatırımdır. Yatırım isə aktiv sayılır. Biz nəzərə alırıq ki, gələcəkdə biz bu səhmləri sata bilərik ya da onlardan faiz ala bilərik. Bugünkü video bu qədər dostlar. Əlavə hansı mövzular haqqında məlumat almaq istədiyinizi rəy bölməsində bildirməyi unutmayın. Hər birinizə uğurlar.